Hoş gördük. Hoş geldiniz. Hoş geldiniz. Hoş geldiniz. Hoş geldiniz. Burada 2. Qarabağ döyüşündə həlak olub Ruslar İsmailov, Eyvanın oldu. Bundan da yaxşı günlərimi görəklər var. Çok sağ olun. Hoş geldiniz. Hoş geldiniz. Gözəl müəllimim. Deyirəm, mən görüm. Teknik oralara biz vaxtda Biləm, sağ olun. Kalklar gel. Var olasın. Ben baktım oraya. O yaşamada hele böyle geldi. İnşallah bir var. Bir geldi. Onda şahalansın göstersin. Olar. Açacak inşallah. Ona da şükür. Allah bol olsun. Sonraki generalım, gelecek generalım. İnşallah. Sağ olun, sağ olun. Bunlar harda gelin olsun. Birinci ve ikinci Qarabağ döyüşlərində şəhidlərimiz. Allah hamısına rəhmət eyləsin. Şad olsun. Onların sayəsində bizim torpağımızda bugün çiçəklər açır, Yasəmən eləyirik, yoxsa Yasəmənimiz açır. Onlar Qarabağ alana qədər Yasəmən açmamışlar. Çox şükür açdı. Allah hamısına rəhmət eyləsin. Amin. Daş kimi var. Hamısı bizim kendin adını taşıyır. Keçək o keçək. Hoş gördük. Bu mekanda, bu yurtta yeri gelmişken Allah Mesih müəllümə rəhmət eylesin. Onlar ruhu şaddır ki, el obasını yetirmələri olan, əzizləri olan, doğmaları olan onun öz yurdunda belə gözəl bir mərasimdə demək qarşılayırıq. Öncə deyirəm, gəlin bir saygı duraq, dünyasını dəyişmiş babalarımızın ruhu qarşısında, şəhidlərimizin dünyasını cəm dəyişmiş bizim bütün ulularımızın, böyüklərimizin, müharibə veteranlarının və elə 44 gün müharibəsini verib həyatını torpağımızın azadlığı uğrunda itirmiş cəmi şəhidlərimizə Allah rəhmət eləsin. Bir dəqiqə onların ruhunu anaq. Allah rəhmət eləsin. Amin.
tədbirimizi açıq elan edək. Reglamentimiz belədir. Demək, ürəklə bu işə könül qoyan, öncədən öz hazırlığı ilə belə bir gözəl əsər, kitab yaradıb meydana çıxaran qardaşımız Şakir müəllimin əməyinin sayəsində ərsəyə gətirdiyi o kitabın açılış mərasimində görüşürük. Bəli, indi o kitabdan da hər kəs üçün birər-birər nümunə veriləcək. İndi inanır kitab da studiyaya gəlsin, gözəl təntənəli şəkildə. Şakir müəllim onu da siz təşkil edin. Biz onu ayrıca da tərənnüm edək. Və bilavasitə də mövzuya keçək. Belə ki, biz qeyd etdik azadlıq yanğısı, torpaq bütövlüyü, müstəqilliyimiz bugünün deyərdik ki, ən əsas mövzularındandır ki, bu elə-belə başa gəlmir. Onlar üçün şəhid qanı, onlar üçün canından keçməyə hazır olan, arkada bax, bizim icebergin görünən, görünməyən tərəflərində böyüklərimiz, ulularımızın əməyi var. Canı, qanı bahasına bunu bizə demək, ərmağan ediblər. Odur ki, bayraqları bayraq edən üstündəki qandır. Torpaq əgər uğrunda ölən varsa vətəndir. Rəhmət Məmməd Araza, Məmməd Şəhriyara, böyüklərimiz çox ulu bu sahədə dərin fikirlər deyir ki, bir insan dünyadan köçürsə əgər, sən elə zənn etmə ki, tək bir can köçür. Hər baxan üzlərdə sonsuz diləklər, hər kiçik tabuqda bir cahan köçür. Odur ki, onlara bir daha rəhmət deyək, mövzumuza keçək. Babalarımız da müharibənin 80 illiyinə öz qanı, canı bahasına töhfələr vermişdi. Bugün burada iştirak edənlər, demək ki, onların nəvələri, nəticələri, davamçıları öz babalarının qəhrəmanlıqları barədə bizim böyüklərimizdən, bizim bu işlə, səriştəsi olan, məlumatı olan dəyərli ziyalılarımızdan məlumat alacaq, ələ üzrə əks sözlərini deyəcək, bunun ətrafında həmi rəsmi tərəfi, həmi bədii tərəfi ürək sözlərimizi bölüşəcəyik. Eyni zamanda burada iştirak edənlərdən başqa ürəyə burada olanlar var, onları da xatırlayırıq, onların da qulaqları cingilləsin. Əlbəttə ki, belə bir mərasimdə mümkün deyil ki, kimsə da kənarda qalsın. Yəqin ki, üzeri səbəbdən, obyektiv səbəbdən iştirak edə bilməyənlər var. Onları da hörmətlə anırıq, saygı ilə Allah hər kəsin canını saylasın. Və belə biz tədbirimizi davam etdiririk. İndi sözü Şakir müəllimin özünə verək, əsərin qəhrəmanına. O da buna könül qoyduğu, öz əsəri haqqında çəkdiyi zəhmət halal eləsin, millətə yəqin ki, armağan edəcək birər-birər bir cild. Və doğrudan da ariflərin fikri ilə mən sözü verirəm Şakir müəllimə, deyir, arif o da arxasında bir əsər qoyar, əsəri olmayanın yerində illər əsər. Buyur Şakir müəllim. Çox sağ ol qardaşım. Hər birinizi salamlayıram. Buraya gələnlər, hər biriniz mənim üçün əzizsiniz. Allah sizə can sağlığı versin. Var olun ki, bu gözəl tədbirləri layiqli qiymətləndirib iştirak edirsiniz. Deməli, bu kitab bizim bugünkü gündə müharibənin 41-45-ci il, 2-ci Dünya müharibəsinin 80 illiyinə həsr olunub. Demək olar ki, bir 3 ildən biraz artıq mən bu üstündə çalışdım, zəhmət çəkdim. Təbii ki, burada yaddan çıxan bəzi mövzular da var, bəzi sənədlər də var ki, hələ də onun axtarışındayım, hələ də tapıram, yenə davam edir. Bugün 456 səhifədirsə, mənə gəlir ki, bu gelib 809 səhifəyə çıxacaq idən sonra. Hələ də davam edir. Və bizim burada iştirak edən hər bir insanın atası, babası bu döyüşlərdə həlak olanlar var. Təbii ki, o amansız bir müharibə idi və insanlarımıza müəyyən qədər demək olar ki, daha ki, istəyirəm, hətta çox böyük təsiri oldu o müharibənin.
ailələr var idi ki, evlər var idi ki, kişisiz qaldı, başsız qaldı. Çox çətinliklərlə müharibədən sonra davam elədi həyatlarına. Bugünkü gündə bizim bu tədbirdə bizim ellilərimiz var, zabitlərimiz var, generalımız var idi. Müəyyən səbəbdən iştirak edə bilmədi. Yəni biz onu ürəyimizdə saxlayırıq, o yəqin ki, zəng edib, bizlə əlaqə saxlayıb, yeni tədbirimizdə ürək sözünü deyəcək. Polkovniklərimiz var, İsa müəllim var, Rahib qardaşımız var, oradan Rasim polkovnikdir, bizim Qanat qardaşımız polkovnikdir, Əli müəllim polkovnikimiz böyük vəzifələrimizi aparıb müəyyən cəbhə zonasında olub, Gədəbəy zonasında, Şəmkir zonasında döyüş vaxtları. Yəni, sadalamaqla bugünkü, yəni burada olmayan, yəni evlatlar var ki, adları yəni saymaqla qutarmaz ki, cavan zabitlərimiz çoxdur dəqiq. Mən hər birini alqışlayıram. Bugünkü gündə birinci banderin yanından keçdik, orada bizim ellilərimiz var ki, şəhidlərimiz onu göstərdik. Bayaq 6 nəfər birinci Qarabağ döyüşündə iştirakçımız, yəni həlak olanlarımız, bir nəfər Ruslan İsmailov 2-ci Qarabağ döyüşündə həlak olmuşdu. Yəni onların orada banderləri, onların o yüksək, belə deyək, döyüş. Onlar nə olmuş? İnayət müəllim, salam əleykim. Bu millət yığılıb, sizi salamlayır, hörmətli generalımız Arçudun, ilimizin, Pəmbəyin üzdə olan, öndə olan öndərlərindən saygı ilə hamısı sizi salamlayır. Elə biz bu, düzdür, çox arzuladıq, yəqin üzürü səbəb oldu, nəysə. İnşallah daha yaxşı, xeyirli səbəblər olar, sonra görüşərik. Yəni, qismət beləymiş. İndi sizi dinləyirlər, tədbir iştirakçıları. Canlı da yığa bilərəm, amma belə normal rabitə kanalıdır, səsiniz yaxşı gəlir. Ürək sözlərinizi dinləyirik, buyurunca, siz eşidirlər. Mən sizin hamınızı təbrik edirəm. Artıq xalqın yüzdə xalqı. Yaxşı xalqdır. Təsvir olsun ki, mənim tədbirim qalxdı. Mən məclisdə iştirak edərdim. Sözümüzdə deyərdik. Mən inanıram ki, bizim xalqımız öz mövqeyilə duracaqdır, öz yerinə qayıdacaqdır. Bizim prezidentin köməyi ilə xalqımızın iradəsi yerinə yetiriləcəkdir. Mən sizə hamınıza xüsusilə can sağlığı arzulayıram. Çox sağ olun. Təşəkkür edirik. Var olun, sağ olun, hörmətli İnayət müəllim. Allah razı olsun, sağ olun. Şad olduq, eşitdik. Şad olduq. Deməli, mən bəzi izahatlar verə bilərəm. Təbii ki, burada bannerlərin üstündə hamısı var onların. Ancaq qısa bir izahatlar yenə vermək lazımdır. Elimizdən, obamızdan, kəndimizdən o döyüşlərdə, müharibədə 169 nəfər iştirak edib, onun 97-si həlak olub, 72 nəfər dala qayıdıb, 50 qaydan olub, yəni müəyyən xəsarətlərlə, qüsurlarla belə qayıdıblar. Bugün biz onları anırıq. Təbii ki, heç biri bugün həyatda yoxdur. Hamısına Allah rəhmət eləsin. Onların sayəsində düzdür, indi biz dövrümüz dəyişib, dövlətimiz dəyişib, quruluş dəyişib. Hər halda o əzab əziyyətlərimizi, əziyyətləri ata-babalarımız da keçib bizdən qabaq və bizə də müəyyən təsirləri olub. Bugün yenə də alqışlayıram hər birinizi, Allah var eləsin və İnşallah arzu edirəm bir də bizim elimizə, obamıza, ümumiyyətlə millətimizə bir də belə bu cür dərsləri qismət eləməsin, bu cür imtahandan çəkməsin bizi. Həmişə səmamız açıq olsun, əmin-amanlıq olsun və təbii ki, əziyyətimiz ancaq yaxşı işlər olsun. Amin. Yenə salamlayıram hər birinizi. Bizim İbrahim qardaşımız məclisin davamlı eləsin, şairimizdir. Yəni, nəzərdə tuturuq ki, İbrahim Dağlaroğlu, Şakir əmlə danışdıq.
idarə etsin, sözləri versin, böyüyə, kiçiyə, hər kəsə öz münasibətini bildirsin. Mən də sağlıq arzu edirəm. Bugünkü Şakir müəllimin əldə etdiyi nailiyyət birbaşa Arsud kəndinin nailiyyətidir, uğurudur. Mən buna çox sevinirəm və inanıram ki, bundan sonra da Şakir müəllimimizi qeyd elədiyi kimi davamı gələcək. Yeni faktlara söykənən materiallarla bizim kənd cəmaatı məlumatlanacaqdır. Mən bir daha can sağlığı arzu edirəm Şakir müəllimin bugün elə bir tarixi faktı olan elə bir məsələyə imza atırsan ki, sən bütün hər kəsin qəlbində sənin öz yerin var. Can sağlığı arzu edirəm. Və Ulu Tanrıdan, böyük yaradandan arzu eləyərdim ki, indiyə qədər də, yəni hansı mövqedə olsa da, yəni Arsud kəndinin xeyrinə kitab çap elətdirənlərin hər birinə can sağlığı arzu edirəm. Eləsi var, burada yoxdur. Onların da ürəyi buradadır. Mən istərdim ki, bugünkü günümüzdə onu da qeyd eləyək ki, Arsud kəndi bəşəriyyətə bütün sahələrdə, bütün peşələrdə gözəl insanlar yetirib, müdriklər böyüdür. Burada mən dəyərli insanlar görürəm. Hər birinizə can sağlığı arzu eləyirəm. Ziyalılarla Arsud fəxr eləməlidir. Çünki Arsudun gələcək bütün nailiyyətləri bu ziyalılardan asılıdır. Sizləri burada gördüyüm üçün də çox sevinirəm, var olasınız. İstərdim ki, bugünkü günümüzdə Şakir müəllimin bu gözəl kitabının təqdimatı günündə bizim dəyərli polkovnikimiz, İsa qardaşımız bir balaca bu mövzu haqqında öz fikrini bildirsin və burada olanların hər biri də öz fikrini bildirəcək. Bir daha can sağlığı arzu edirəm. Teşekkür edirəm. Bugün mənim üçün danışmaq həm xoşdur, həm məsuliyyətlidir. Çünki Şakir qardaşımın ərsəyə getdiyi kitab elimiz üçün, gələcək nəsilimiz üçün böyük dəyərə sahib olan bir işdir, əsərdir. Çünki o tarixi xalqımız yaşamış, mərd oğullar, atalar gedib müharibədə bizim azadlığımız, yaşamız üçün mübarizə aparıblar. Baxmayaraq ki, biz elimizdən, obamızdan, tarixi yerimizdən köçkün də düşsək, bitirsək də, tarixdə yaddaşımızda qalan insanları unutmuruq. Şakir qardaşın da yaratdığı bu əsər ikinci bir tərəfdən ona görə önəmlidir ki, o bizə yenə də keçmişi qayıdır, yada salır. Tarixi bağlantılarımızı bir də yaradır ki, biz bu xalqın geri dönməz əlini vuran qolunu qələm vasitəsilə bizə ortaya gətirir. Hər bir yazılan kitab özü böyük bir dəyərdir. Kitabın dəyəri heç zaman yoxdur, o ölçülməz. Çünki insan kitabı açaraq müəyyən bir bilik mənbəyinə müraciət edir. Bilmədiklərini yada salır. Şəxsən mən bir hərbiçi olaraq burada bilmədiyim bir çox şeyləri yeni özüm üçün kəşf etdim. Tarix yadıma düşdü. Mən arzu edərdim ki, Şakir qardaş bu axarı olsun, axırıncısı olmasın. Bizim də bir millət olaraq, bir xalq olaraq, bir toplum olaraq hər zaman onun yanında olub dəstəyimizi əsirgəməməliyik. Bəli, bugünkü devlətimizin hərbi qüvvələrində də bizim yolumuzu davam edən gənc zabitlərimiz də var. Onlara da uğurlar arz edirik. Zabit birinci cəmiyyətin ziyalısıdır. Bizim ilk olaraq, yəni mən indi tərif mənasına demirəm, hərbi ali məktəbə ilk yol açan zabit mən oldum. Hesab edirəm ki, mənim o yolum düşərli oldu. Gördükcə ki, nə qədər davamçılarım var, sevinirəm. Yəni, bu işimiz həyat davam olur. Xalq varsa o özünü müdafiə etməlidir. Əskər də, zabit də onun vuran, qoruyan əlidir. Bir daha minnətdarlığımızı bildirirəm. Bir şey yadınıza tarixdən salmaq istəyirəm ki, Sovet tarixində biz türklərin, Azərbaycanlıların apardığı o qəhrəman müharibə həmişə saxtekarlaşdırır. Sayımız azaldılaraq 2 dəfə az göstərilir. Mənbələrdə yazılır ki, 600 min Azərbaycanlı gedib müharibəyə, onun da 50% qayıtmır. Xeyr, elə deyil.
İkinci Dünya Müharibəsində Azərbaycanlı olan 1 milyon 200 mindən çox biz müharibədə iştirak etmişik. Və hər bir yerdə başqa millətlər arasında o dediyimiz Sovet və qəhrəmanı bölgüsündə biz öndə gedən birincilər sırasında bir millətik. Bir daha təşəkkür edirəm. Çox sağ olun ki, bizi bu indiki tarixi bəxş edən insanları yada salmışsan, qələmə almışsan. Və bu qələm tarixdə öz yerini dedi sözündə. Bir daha təbrik edirəm. Elimizə də gözün aydın deyirik, yeni bir əsərimiz ortaya gəlir. Uğurlar bütün elm adamlarına, yazsın, yarasınlar. Çox sağ olun. Bugün değerli dostlar, Şakir müəllim kəndimizin, Arsuz kəndinin bir ziyalıçısı kimi, bir mimarı kimi bugün elə bir gözəl bir kitab əlçiyə gətirib ki, elə kitabın hələ vərəqlamamış, səhvəsinə baxmamış, elə xarici görünüşündən də insanı valih eləyir, özünə cəlb eləyir. Mən bugünkü gecəmizdə, bugünkü günümüzdə bugünkü məkanın sahibi olan Əflatun müəllimi salamlayıram. Can sağlığı arzu eləyirəm. Və elə bir gözəl bir məkanda Şakir müəllim bugünkü günü təşkil elətdirib ki, təbiətən Arsuda oxşarlıq var. Dağların köksündə, yamaçların qoynunda, elə bil o çeşmə bulaqların, nə bilim ağaçların kölgəsində, çiçəklərin, güllərin əhatəsində bizi toplayıbdır. Bir daha can sağlığı arzu edirəm. Ulu Tanrıdan, Böyük Yaradandan arzu edərdim ki, bu məkanda daha gözəl tədbirlər bundan sonra da tez-tez olsun, dəyərli qardaşım. Və bugünkü günümüzdə istərdim ki, bizim çox hörmətli müəllimimiz, əzizimiz, gözümüzün işığı bir Məcid müəllimin də fikrini bilək. Çox sağ olun. Elə bir tədbiri, elə yüksək keyfiyyətdə dəyərləndirmək üçün toplaşmışıq. Bilirsiniz, bu kitab haqqında, baxın ki, xeyli, burada bir 35-40'a yaxın adam var. Mən bunu belə bir şey təklif edirəm ki, bizi ən çox bu müharibəyə gedənlərdən 97 nəfər gəlmir. 72 nəfər isə müxtəlif cəsarətlərlə və ilahından gəlib. Amma bunlar yad olunur. Laf olur. Sağ qalan gələnlər belə bugünkü gün həyatda yoxdur. Onları gözəl anırıq. Amma bizim hamımızın bir anım yerimiz var. Bir qəbirstanlığımız var. Mən təklif edirəm ki, o qəbirstanlıqda bax bu Arsuz mənzərəsinin bir orada, eyni orada qurulsun, nə qədər xərc olar, neyniyər, onu hamılıqla eləyək və ora girəndə görülsün ki, bu xalqın dəyəri nə qədərdir, o kəndə baxan, bax o şəkilə, bir yanınızda, Şakirin arasında olan şəkilə baxan, hər adam Arsuzu təsəvvür eləyə bilir. Mən nə deyə bilərəm? Mən müəllim kimi onu deyirəm ki, şükür ki, belə istedadlı şagirdləri, istedadlı mütəxəssisi getirmişik və onun beyninə belə bir fikir, belə bir amal gəlib ki, onu eləsin. Bu çox böyük fəxr elənəsidir. Sağ ol Şakir. Amma indi ikinci tərəfini deyirəm. Bu müharibə. Bəzən dar düşüncəli adamlar deyirlər ki, hər şey Rusun müharibəsi idi. Xeyr, deyil. Faşizmi kimi nəzərdə tutub döyüşə getmişik. Və oradakilərin hər birinin qəhrəmanlığı. Ən sadə qəhrəmanlıq bir stəkan su aparıb o yaralıya verdiyi də böyük xidmətdir, böyük qəhrəmanlıqdır. Onların hər birini qeyd edirik, hər birinin ruhu qarşısında baş əyirik. Amma bunun ikinci tərəfi də var. Qəhrəman şəhər adı verilir, qəhrəman ölkə adı verilir, qəhrəman. Axı bu qəhrəman kişilər eləyir də bunu. Amma gəlin görün arxa cəbhədə qadınlar nə çəkir? Mən o dövrü özünü yaşamamışam. Amma o dövrə qısa zaman kəsiyində olan adam kimi, bugün təxminən 80-cı yaşa gedən adam kimi deyirəm. Malatinka 3000 işləyiblər.
qadınlar, kişilər, heç kim oradan kənara qala bilmir. O əhali o cəbhədən qələbə ilə gəlsin deyə çölün pencəri ilə yaşayır. Kişi kimi işləyir, kişi kimi qeyrətlə, namusla öz ailəsini qoruyur, uşaqlarını qoruyur. İndi bizim boynumuza nə düşür? Bizim boynumuza o düşür ki, bax, müxtəlif kitablarda, Elşən müəllimin verdiyi kitablarda var orada, hərbiçilərimiz siyasi, birinci Qarabağ müharibəsi, ikinci, nə bilim, veylaxır. Bu proseslərin hamısının içindəki hərbiçilər bizi qoruyublar. Allah da onları qorusun. Onlar olmasa biz azad nəfəs ala bilmərik. Ona görə də mən qəbul edirəm ki, bir quş bir budağa sığınır. Biz sığınmışıq Azərbaycana, Türkük, buraya sığınmışıq və buranı da müdafiə eləməyə hazırıq və buranın da daima əmin amanlıqda olması üçün fəaliyyətimizi davam etdirməliyik. Və mən sonraki o cavan nəsildə həm müəllimlə, həm hərbiçisinə, həm ziyalısına, həm adi vətəndaşına bu ürəklə, bu diləklə yaşamağını arzu edirəm. Teşekkür ederim. Var olasın. Değerli aksakalımızın çıkışını aldık. Can sağlığı arz edirik. Ve Məcid müəllimin dediği bura çökənmişik, Azərbaycana gəlmişik, bura sığınmışıq sözünə bir kəlmə deyərdim ki, səni vətən seçənlər, adına and içənlər, çinarına xan dedilər, xanına sultan dedilər. Mən də can deyirəm, həm də yaşa Azərbaycan deyirik. Biz də Azərbaycanın oğluyuz. Bir daha can sağlığı arz edirəm. Değerli aksakallarımız sırasında çox hörmətli ziyalımız Şakir müəllimin bugünkü gününə sevinən insanlar sırasında mən Həmid müəllimlə təbrik almaq istərdim. Xoş sözlər, xoş fikirlər bildirməsini istərdim. Buyursun. Mən də öz növbəmdə Şakir müəllimin Bu yaraşıqlı şəkil. tutduğu mövqeni ürəkdən salamlayıram. Çünki bu elə bir məsuliyyətli bir işdir ki, bizim gənclərimiz üçün, bizim gələcək nəslimiz üçün aktifdir. Bunu, bu cəsarət, bu kişilik, bu mərdlik onun vətəninə, millətinə, elinə, obasına olan sevginin nəticəsidir ki, o bu məsuliyyəti öz üzərinə götürüb və gələcəkdə bu böyük bir savaddır. Bu bizim cavanlarımız üçün, bizim yaşlı nəsil üçün, şəxsən mən belə bir insanların nə qədər sən belə oğullarımız bizim fəxrimiz, fəxarətimizdir ki, öz səmərəli vaxtlarını eli üçün, obası üçün, bizim o gənc nəslin keçmişini yada salması üçün və onların demək, beyinlərində həkk olunması üçün bu kitabı canlı olaraq yaradıb, özdə görürsün nə qədər gözəl şəkildə yaradıb ki, onun elə düz deyirsən, elə onun cildinə baxanda insan deyir ki, doğrudan da bunun kişinin böyük əməyi olubdur. Şakir müəllim elə uşaqlıq vaxtından, məktəblik dövründən də o həmişə məsuliyyətli işlərlə məşğul olub. Yəni məktəbdə də Pioner qəzeti olubdur, nə bilim başqa qəzetlər olub, orada məsul işlərlə məşğul olub. Sonra da şükür Allaha gözəl institut qutarıbdır, memarlıq fakültəsini. Demək, lazımı səviyyəli yerlərdə işləyibdir, adı ilə, sanınla hörmət qazanıbdır. Bunun özü də böyük bir bacarıqdır. Bizim üçün fəxirdir ki, o gözəl belə ad sanla işinin öhdəsindən gələ bilib. Bugün də biz onu canlı olaraq görürük və dəyərləndiririk. Allah ona can sağlığı versin Şakir müəllim. Sənə bu işində uğurlar arzu edirəm. Görünən dağa bələdçi lazımdır. Sən öz işini layiqli şəkildə görmüşsən. Sənin ailənə, özünün üzündən Allah Taala gülüşü əksik eləməsin. Sağlamlığını əksik eləməsin. Ailənə xoşbəxtliyi əksik eləməsin.
süfrəndən ruzini əksik eləməsin. Yolundan uğuru əksik eləməsin. Yaşayışından sevinci əksik eləməsin. Qazancığından uğuru əksik eləməsin. Qalan ömrü ailənlə, balalarınla xoşbəxt yaşayasan, qardaş. Balalarının barını dərəsən. Allah onları sana gözü dolusu versin. Sən həmişə bax, elimizin, obamızın içində bax, belə şeylərlə fərqlənəsən. O gözəl savadını, bacarını, kişiliyini, mərdliyini, cəsarətini, bax, belə uğurlu şeylərlə elimiz, obamız üçün, bu hamısı səni yenə də deyirəm, elimizə, obamızın olan sevgiyinə əmələ gəlir. Heç bir yerdən dəstək olmadan, heç kimin köməyi olmadan, bu qədər cəmaatınla intervyu almaq, yəni bu işləri düzüb qoşmaq, elə də bir asan şey deyil. Hamımız bir tikə çörəyimizin dalınca qaçırıq ki, ailəmizi dolandıraq. Görün, bu 3 il deyil, mən əziyyət çəkmişəm buna nail olmaq üçün. Bu indən belə qalan ömrümdə də sana bol-bol uğurlar arzu edirəm. Sana can sağlığı, uzun arzu edirəm. Var olasın. Çok sağ olun. Çox xoş oldu mənim üçün. Bəli, Həmid müəllim, elə siz qeyd elədiyiniz kimi düzgün qeyd edirsiniz. Maddi tərəfi hələ bir tərəfə qoysaq, mənəvi onun yanaşma tərzini götürsək, o 3 ildə hələ 3 ili Şakir müəllim deyir, bəlkə də ondan da biraz qabağa gedir, yuxusuz gecələr, onun haqqında nə qədər əziyyətlər. Mən arzu edərdim ki, bununla siz canınızı qurtarmırsınız, bunun davamları olmalıdır. Şakir müəllimlə, bizim dəyərli Elşən müəllimlə biz onları gözləyirik, can sağlığı arz edirik. Əflatun müəllim, bugünkü günümüzdə mən hesab edirəm ki, bizim kəndimizin dəyərli, ziyalı müəllimi, hamımız üçün çox əziz olan Rəfiyev Sayaq müəllim var, həm tarix müəllimi, həm bizim Arçut kəndinə bir tarixi muzey yaratmış, bir qəhrəman kimi mən istərdim ki, bizim dəyərli müəllimimizdən də bir fikir alaq. Burada bizim gələcək nəslimizə, məsələn, nəvələrə, balalara, yeni gələn nəsillərə də ibrətamiz bir fikirlər söyləsin, dəyərli müəllim. Çox sağ olun. Təşəkkür edirəm mənə söz verildiyinə görə. Toplantımız məzmunca çox genişdir. Düzdür, sayı etibarilə bugün məhdudiyyət var. Amma məna etibarilə tarixlər, romanlar, povestlər, allegoriyalar yazılmalıdır ki, tarixdə bu cür yaradıcı insan var. Məsələn, onlardan birisi bizim çox hörmətli Şakir bəy. Mən ona can sağlığı arzu edirəm, işlərində müvəffəqiyyət arzu edirəm, ailə saadət arzu edirəm. Bir daha qələminiz həmişə müharibə illərindən yox, sülhdən yazır. Yaz sülhdən, qoy həmişə ana olsun, qoy həmişə vətənimiz var olsun. Bir daha demək istəyirəm ki, bir bəndi deməsəm ürəyim dincəlməyəcək. Könlümün sevgili məhbubu mənim, vətənimdir, vətənimdir, vətənim. Vətəni sevməyən insan olmaz, olsa da o kəsdə vicdan olmaz. Bugün, əl-salan əllər var olsun, bu günləri buradakı bu toplantıda iştirak edənlər, deməli, ən vətənli xalqını, belə igidləri, bizim onları yad etməyə çalışan, onların buraxdığı həyatda tarixi izi izləyən insanlara eşq olsun. Bizim el-oba, Pəmbək mahalının Arçut kəndi elə bir regionda yerləşirdi ki, həm yerləşdiyi relyefə görə diqqətə layiq idi, həm bugünkü ziyalıların sayına görə, həm hərbiçilərimizin sayına görə mən fəxr edirəm. Bilmirəm ki, Azərbaycan dilinin leksikologiyasında hansı sözləri işlədim ki, ürəyim yerinə düşsün və öz fikrimi çatdıra bilir. Mən yalnız və yalnız Azərbaycanıma eşq olsun deyirəm. Yaşasın Azərbaycan! Var ol, var ol. Olma Azərbaycanımızda irəliləyəcək. Mən ziyalı kimi, bir müəllim kimi, mən başa düşürəm ki, Azərbaycanın yox, dünyanın hər yerində Arçut elinin izi var. Arçut ziyalıları var, Arçut vətəndaşları var. Bəli, buyurun, çox danışmaq istəmirəm. Sağ olun, bir daha bu əziyyət çəkənlərin hər birinə elə Yusim müəllimə də mən təşəkkür edirəm, onun da kitab açılışı olub. Abzər bəyə də, Elşən bəy mənim fəxrim, onunla qürur duyuram həmişə.
Bu günləri bizim əziyyətimizi çəkir İbrahim Dağlaroğlu, bizim şairimiz, elimizin, obamızın. Digərləri məni başa düşəcəklər, hamını burada cəmləşdirmək qeyri-mümkün olan şeylərdir. Var olun, bir daha bu işə sevinən, bu iş üçün cüzi də olsa, kimin xeyirxahlığı varsa da eşq olsun onlara. Var olun, bir daha sağ olun deyirəm. Sağ olun, müəllim, sağ olun. Bəli, dəyərli dostlar, bugünkü günümüzdə Şakir müəllimi təbrikə gələn dostlar sırasında bizim çox hörmətli polkovnikimiz, zabitimiz Pənah müəllimi görürəm. Ürəyimdə xatirələr oyandı. Bütün nailiyyətlər, bütün uğurlar Arsud kəndinin adına yazılır. Ürəyimdə xatirələr oyandı, yenə düşdüm həvəsinə kəndimin. Uşaqlığım göz önündə dayandı, mən isindim nəfəsinə kəndimin. Heç yox idi rahatlığım, dinçliyim, incidərdi çoxunun adinçliyim. Ən çox da Sayat müəllimi. Şıltaqlığım, dəliliyim, gicliyim yaylardı sinəsinə kəndimin, uzun günüyə. Qol gödək yalına tərəf yaylardı. Hərdən durub qarğı atı minərdim. Kənd aşağı, kənd yuxarı sürərdim. Harda görsəm çatıb salam verərdim əlisinə, vəlisinə kəndimin. Dağlar oğlu, ay İbrahim, demə ömrün qışıdır. Tanrı sənin öz ömrünün naxşıdır. Allah haqqı yaxşı, elə yaxşıdır. Qurban olum lap Arsudun elə dəlisinə kəndimin. Var olasın. Dəyərli Pənah müəllimdən təbrik gəlsin. Təşəkkür sağ minnətdaram sizə. Bugün Xızır rayonundayım. Gənc şairimiz Mikail Müşfiqin doğulub böyüdüyü bir rayondayım. Ələlxüsus, mən Əflatun müəllimə minnətdaram. Nəsib müəllimin ucağındayım. Bəli. Mən qürur iftixar hissinlə Şakir müəllimə öz salamlarımı verirəm. Minnətdaram Şakir müəllimə. Sağ ol. Çünki bu il ərzində əziyyət çəkirsən, o cümlədən mənim atam, əmim, hər birinizin elə bir ailə yoxdur ki, onu əhatə eləməyəsən. Hər biri ailənin öz əzizini itirir. Eləsi olub, sağ-salamat gəlir. Eləsi olub, müəyyən bədənin, müəyyən əzalarını itirir. Mən bugün sənə öz təşəkkürümü bildirəm. Və hamıya məlumdur, Sovet yazı tarixlərində çox yerlərdə 20 milyon Sovet hərbiçi deyil, əməkdaş deyil, 20 milyon itki veribdir. Amma dünya tarixində götürəndə 30 milyondan çoxdur. 40 milyon, 42 milyon arası göstərilir. Mən minnətdaram ki, bu faciəni sən bugün işıqlandırırsan. Ümid varam ki, gələcəyinə 1-ci, 2-ci Qarabağ müharibəsində iştirak edən zabitlərimizin, o cümlədən şəhidlərimizin hadisi barəsində mənə elə gəlir ki, dolğun bir kitab ərsəyə gətirir. İnşallah. Təşəkkür edirəm sizə. Əvlat müəllim, sizə də təşkilatçılara görə öz minnətlərimiz qədər. Şirşə müəllim, təşəkkür edirəm sizə də. Hər birinizdə əziyyətiniz yerdə qalmasın. Var olasın. Dəyərli dostlar, dəyərli qardaşlar, mən bir daha hər birinizə can sağlığı arzu edirəm. Ulu Məmməd Araz yazır ki, yaxşılıq neçə milyon insana həna nəsildən nəsilə qalan varımızdır. Bugün bir yaxşı işə imza atıbdır Şakir müəllim. Yaxşılığı başa qaxanlara heç babalarımız da kişi deməyiblər. Kimlər ki istəyir yaxşılarla adı çəkilsin yanaşı, əziyyət çəkir. Biraz da zəhmət çəkib daşın üstünə gərək qoysun daşı. Əl tutmaq onsuz da əlidən qalıb. Bu dünya bax beləcə Şakir müəllim, borçlar dünyası. Alıbsansa alacaqlar, satıbsansa satacaqlar, yanıbsansa yanacaqlar, didibsənsə didəcəklər, deməyiblər əbəs yerə, xeyrə, şərə gedibsənsə gedəcəklər. Açığını demək lazımdır ki, Şəlalə dağların, baxın, mərd övladıdır. İldırım buludun, tufan dənizin, cəsarət kişinin istedadıdır. Cəsarətin qarşısında baş əyirəm, var olasın. Bugünkü gecəmizdə dəyərli polkovnikimiz, sinəsi medallarla dolu qardaşımızdan bir təbrik alaq. Rahim mənim. Çox sağ olun. Mən də bura dəvət etdiyiniz üçün hamıza təşəkkür edirəm. Şakir müəllim sizə şəxs minnətdarımı bildirirəm. Həmişə bax belənçi yığılaq, gözəl bir tədbirlər keçirək. Kəndin xatırlamağı çox gözəldir. Yəni biz oradan çıxanda uşaq olmuşuq, 5-ci sinifdə oxumuşuq.
hər kəsi anlamamışıq, tanımamışıq. Ancaq belə olaraq ki, kənd olaraq bilirik ki, biz Arçut kəndindənik, Arçut elindənik. Ona görə hamıza təşəkkür edirəm. Yaxşı ki varsınız. Sağ olun. Bəli, bir daha can sağlığı arzu edirik. Bugünkü günümüzdə hamının ürəyi dolu sözləndir. Hamı istəyir ki, Şakir müəllimə öz təşəkkürünü bildirsin. Bu gözəl işlər üçün can sağlığı arzu edirik Şakir müəllimə bir daha. Mən bugünkü günümüzdə istərdim Həsən qardaşımız da bir fikir bildirsin, öz təbrikini çatdırsın, nə qədər yol qət eləyib bura gəlibdir, can sağlığı arzu edirəm. Və ailədə də bu yolu davam eləyən evladı var. Allah ömür versin inşallah. Bəli, onu da bir alqışlayan verin. Elə igidin, o dediyin igidin atasıdır. Var olsun, var olsun. Belə kişinin də elə oğlu olmalıdır. Təşəkkür edirəm. Babası da arxadadır, özü də onun adını daşıyır. Allah canınıza dəyməsin. Doğrudan da bugünkü gün elə bir gözəl gündür ki, bütün keçmişimizin hamısını bizə yad elətdirdi. Allah cəmi o 2-ci Dünya müharibəsində doğmalarımız gedib, həlak olan vətən uğrunda və yaxud Əflatun müəllimin söz dedi ki, yəni biz o vaxtı İsa müəllimimiz istəyən dedi ki, biz Rusu müdafiə eləməyə yox, faşizmə qarşı vuruşan babalarımız, əmilərimiz, dayılarımız getdi, şəhid oldular. Allah canınıza dəyməsin. Şakir, biz həm yaşıdır, bizim çox incə ilgilərimiz var. Mən arzu edirəm ki, bu kitabın sönməz olsun. Bu tarixə yazılmış bir kitab. Qoy həmişə yad olsun, həmişə qoy bu kitabdan əlavə gözəl-gözəl nəticələr əldə edək və beləli bu tədbirləri yığılaq, Arçut cəmaatının birlikdə bu kitabın açılışını və gələn kitabların açılışını keçirmək. İsa müəllim, Əflatun müəllim, Məcid müəllim, yəni böyüklər, tarix müəllimimiz, biz ürəyimizdən gələn İbrahim qardaş, ürəyimizdən gələn sözlərin hamısı deyildi. Yəni bunu əlavə edib deməyə məcələ, var olun, sağ olun. Qoy bu yığıncağımız, bu tədbirimiz tarixi bir yol açıb davam eləsin. Burada bütün hərbiçilərimiz, elə üzdə olanlardır, belə götürəndə önlərində. Cavanlar çox o qədər də bizim Allah sayını çox eləsin. Hamısı fəxrimizdir, fəxarətimizdir. Elə mən bir şeyi xatırlayıram, mənim şəxsi işimi araşdıranda Əlinin o kitabların hamısında əməyi olub, bizim Əhmədov Əlinin, polkovniki. Onu araşdıranda deyiblər ki, bunların Arçut kəndinin keçmişini 1700-ci illəri ki, İrana gedir, çıxır. Sonra mən də bir dərhal bərəklədim ki, İran o vaxt Səfəvilərin Nadir Şahın devrində, bu yanında Osmanlılar olmuş. Demək ki, Arçut kəndi, bu Qarsdan oradan gəlmə, gedib əldən ələ keçdiyi üçün Qars Səfəvilərlə Osmanlı arasında. Onun sənətini, onun polkovnikini Moskva verən, eyni ilə də bizim qardaşlarımızın, həmlərimizin, böyüklərimizin oradan qazanılmış o rütbələrdir. Ona görə özü də qoyu ürək sözünü desin. Əflatun müəllim, bunlar hamısı bizim canlı ensiklopediyamızdır. Allah bunlara can sağlığı versin. Əli müəllim bir dənə təbrik etsin, bir fikir bildirsin, biz can sağlığı arzu edirik. İbrahim, sağ ol. Mənə söz verdiyiniz üçün. Mən də bütün təbrikçilərini təbrik edirəm. Şakir müəllimə də çox sağ ol deyirəm ki, belə bir tədbirdə bizi yığıb bura, əziyyət gətirib, kitab buraxıb. Mən bir daha sizi təbrik edirəm, çox sağ olun, minnətdaram Akərəm. Sağ olun. Var olun. Təşəkkür edirik. Polkovniklər çox skromludur, dazdır. Əflatun müəllim, mənim də burada bir həmkar böyük qardaşım var. Həmkarıq, biz eyni bir binə qulluq edirik. Mən istərdim ki, Şükrat müəllimdən də bir təbrik alaq, bir fikir bildirsin dəyərli qardaşımızdan. Doğrudan da bugün çox gözəldir. Faşizm üzərində qələbənin 80 illiyi münasibəti ilə mənim bacım oğlu Şakir müəllim bu gözəl kitabını ərsəyə gətirib. Bu kitab nə bir günün, nə bir həftənin, nə bir ayın, tam 3 il mən şahidiyəm. Bu kişi bu kitab üzərində işləyibdir. Allah canını sağ eləsin. Bu
elimiz üçün, Azərbaycan xalqı üçün bir örnəkdir. Mən belə başa düşürəm ki, bizim balalarımız bu kitabı açıb oxuyacaq. Onların heç babalarından da xəbərləri yoxdur. Əmə deyəcək ki, bizim belə nəslimiz olub, babamız olub, gedib vuruşub. Onların yaddaşında yaşayacaqdır. Mən müharibə vaxtı, indi bizim hamımız burada elə adam yoxdur ki, müharibə vaxtı o müharibənin o cəfəngiyatını görə, eşidə biz sonradan bilmişik ki, müharibə olub, acınacaqlı günlər keçib, millətimiz ac, susuz, vətən üçün çalışıbdılar. Ancaq müharibənin dadını bu erməni faşistlərinlə müharibə edəndə biz dadını gördük ki, çox dəhşətli şey imiş. Bizim gözəl oğlanlarımız orada şəhid oldu. Bizim balalarımızı yandırdılar, kül elədilər. Onda başa düşdük ki, doğrudan da müharibə çox dəhşətdir. Mən heç bir xalqa, bütün dünya müharibə arzulamıram. Qoy əmin-amanlıq olsun. Hamı yaşasın, yarasın. Mən gözəl şairimiz Aydın Rızanın bir gözəl şeyini demək istəyirəm. Bu Azərbaycan haqqında yazır. Deyir, Azərbaycan üç rəhli bayrağına qurban olum. Addım addım, qarış qarış torpağına qurban olum. Vətən eşqi duyanların, düşmən gözü oyanların, qeyrət üçün qoyanların papağına qurban olum. Qoy fəxr etsin atan əskər, səngərlərdə yatan əskər, Xan kəndinə çatan əskər, ayağına qurban olum. Aydın Rıza, özün haqdır, gəlib çatıb qeyrət vaxtı, arxan dayağın Allahdır, dayağına qurban olum. Allah Teala'ya qurban olum. Bu gözəl günləri bizə göstərdi. Biz qaqıstıq, güldük, müharibədə qələbə çaldıq. Deyir, o da olursan, düşmən üstə o dələ, lərziyə sal, yeri göyü hardasan. Xocalının qisasını almamış, bir adım da geri atma, hardasan. Mənəm deyib, öyünənlər, öyənlər, suyun içib çörəyini yeyənlər, vətən deyib sinəsinə döyənlər, Azərbaycan igidləri, hardasan. Al xəncəri, çək uzunun gönünə, vur naxşı uzununa, eninə, kəs qulağın, sal babası gününə, o murdarı eybəcəri, hardasan. Sal nəbini Koroğlunu yadına, ləşə salma o da oğlunun adına, çat Şuşanın səllasının dadına, azad eylə Kəlbəcəri, hardasın. Deyirəm ki, bu sözümün axırında hamıya gözəlliyi arzuram. Şakir Baroğlu sağ ol, var ol. Sən görüb böyük işə imza tutsan, sənin bu birinci kitabındır, bundan qabaq da kitablar buraxırsan, sana qurlar arzu edirəm. Sağ olun, var olun. Allah olun. Tam sağlığı arzu edirik. Var olasınız, var olasınız. Bəli, dəyərli qardaşlar, bugünkü günümüzdə bizim dəyərli alimimiz, Kiram qardaşımızdan da bir təbrik alaq. Bugünkü günə gözəl təəssüratlarla gəlibdir. Teşekkür ederim her birinize. Gelen ayaklarınız var olsun. İlk növbədə Əflatun müəllim, Allah həmişə ocağını belə yığıncaqlı eləsin. Bu hər kişinin işi deyil ki, darvazanı tay açıq qoyaq ki, bu məkan sizin məkandır. Ona görə sizin ocağa var olsun deyirəm. Şakir qardaşımız tək bir ailənin başçısı deyil. Bir ailənin doğması deyil, bizim hər birimizin doğmamızdır. Çünki bizim keçmişimizi bizə qaytardı. Silinən simaları bizə yenidən bəxş elədi. Demək olar ki, ölənləri diriltdi. 80 ildən qabaq sifətini unutduğumuz insanları sifətini bizə qaytardı. Var olasan Şakir müəllim. Sizi bir daha hər birimiz təbrik edirik. Sizin indiyə qədər nə qazanmışsınız sizin olub, amma bu qazancınız bütün elin obanındır. Ona görə sizə öz təşəkkürümü bildirirəm.
sizi kimi insanların, sizi kimi ziyarların sayı çox olmalıdır ki, öz elinə, obasına xeyir bərəkət versin. Təşəkkür edirəm. Sağ olun. Bəli, çox hörmətli, dəyərli Arçut cəmaatının dəyərli insanları, hər birinizə can sağlığı arz edirik. Bugünkü günümüzdə hələ bundan sonra bizim burada gözəl saz havaları olacaq da, Aşqabil qardaşımız buradadır, onlara da can sağlığı arz edirəm. Bugün çox dəyərli insanlar sırasında elmi dərəcəsi olan alimimiz Elşən müəllimlə də istərdik ki, bir fikir alaq. Mən əlavə edim. Buyurun. Siz sağ olun, çox gözəl tərəfim edirsiniz. Elşən müəllim doğrudan iceberg'in görünməyən tərəfidir. O təvazökardır. Onun əməl sözdən daha bərk danışır. Mən onun şəxsən şahidiyəm. Cildlərlə kitabları mənə göndərildi, belə baxdım. Bu adam sanki bu qədər kitaba ömrünü həsr edib. Ən azı bir 20-30 dənə kitabı mənə şəxsən göndərir. Belə də ən axırda deyil. Burada birinci onu da deyim ki, Şakir sağ olsun, elə tezdən də sizi dəvət edib ki, reglament deyilən ürəyiniz istəyəni danır, elə istədiyiniz qədər danışma. Məhdudiyyət yoxdur. Nə vaxt istəyirsiniz, söhbətinizi deyin. O tərəfi, demək, bədii tərəfi, bu tərəfi, rəsmi tərəfi bir-birinə bağlı. Elşənin də yəni həm kitabın ilk sözünü də yazıb, əməyi də, elin obanın artırılmasının içində, zəhməti də, inanıram, daha da mövqeyi, daha da bəlkə olacaq, daha da sərt olacaq. O yaradıcılığında onlar arzulayır, söz olur. Var olsun. Gənc yaşında da böyük hörmətə sahib insandır. Şakirin sağ əlidir, görürlər. Allah var eləsin. Mən təşəkkürümü bildirirəm. İlk növbədə bizim ulu müəllimimiz, Məhsin müəllimin ocağında toplaşmışıq. Onun varisi Əflatun müəllim çox sağ olsun ki, belə bir tədbirin təşkilatçılığına imza atıbdır və bizi bu ocaqda xoş qarşılayıb. Kitab haqqında çox şey demək olar. Məndən öncə ətraflı danışıldı, dəyərli sözlər bildirildi, qiymətlər verildi. Mən deyərdim ki, bizim o ulu əcdadlarımız kəndimiz üçün, xalqımız üçün böyük bir tarix yazıblar. Özdə qızıl hərflərlə həkk ediblər. Mən Şakir müəllimə təşəkkür edirəm ki, onların bizə yazmış olduqları tarixi, qoymuş olduqları mirası siz həkk eləmişsiniz. Mən bu münasibətlə təbrik edirəm sizi. Qoy onların ruhu şad olsun və arzu edirəm ki, kəndimizin və xalqımızın həyatı ilə bağlı nə qədər qaranlıq məqam var, onun və çoxsu sizin qələminizlə işıqlansın, Şakir müəllim. Təbrik edirəm, hamımızın gözünüz aydın olsun. Bir əlavə edim, yəni elə bir ürəklə təşkil olunub ki, bugünkü gün, burada o reglament oldu, çox təbii işdən ürəklə, yəni ümumi belə yanaşıldı. Hər kəs sözünü deyə bilər, açıqdır burada. Belə bir narahatçılıq və narazılıq istəmirəm ki, yaşansın ki, mən danışmaq istəyərdim, demək istəyərdim, əlavə eləmək istəyərdim, şərait olmadı. Hər şey açıqdır ürəyinizcə. Nə vaxt istəyirsiniz, ürəyinizdən gələn sözləri, münasibət bildirə bilərsiniz. İndi ümumidir, kim istəyir, əlavələr edə bilər, kim istəyir, fikrini deyə bilər. Davam elə. Bir daha bugünkü günümüzdə iştirak edən gözəl insanlar sırasında. Şakir müəllim, mən sizi təbrik edirəm. Bu kitabın əsər gəlməsi gününə. Sizə uzun ömrü, can sağlığı arzu edirəm. Allah çok hoş, herkesi dinler. İntikam kardeşimiz de bir gelsin. Herkesi dinler. Değil bana vermeye. Əfətun müəllim, mən sizi salamlayıram. Bu ocaqda bilirsiniz ki, mən neçə illərdir bura gəlib gedirəm. Bu ocaq elə bir ki, öz evim kimi, öz bacımın, öz qardaşımın ailəsinin evidir. Allah Məhsin müəllimə rəhmət eləsin. Bu ocaq, yəni o ailəyə mənsubdur. Doğma ocaq. Bəli, çox sağ ol deyirəm, təşəkkür edirəm. Buradan Şakir qardaşım da təbrik edirəm ona görə ki, Şakir qardaşım bu işdə çox əziyyəti olubdur. Deyir, 3 il bəlkə daha da çox olubdur, deyə bilmərik, yəni bəlkə
daha çox ola bilər. Şakir qardaş, siz mənə zəng vuranda mən dedim ki, sizin adınız varsa, mən orada varam da, hər bir işində, hər bir işdə kömək edə bilərəm. Çox sağ ol deyirəm ki, bu boyda əziyyət çəkmisiniz və sizin də bu əziyyətinizə hamımız burada qiymət verdik. Allah canını sağ eləsin, bunun davamı da olsun. Bir daha təbrik edirəm səni. Bəli, çox hörmətli, Allah qəni-qəni rəhmət eləsin. Aşıq Aydın yadigarı olan Habil qardaşımız, aşığımız buradadır. İstərdik ki, Habil qardaşımızdan da bir fikir alaq. Təəssüratlarını bölüşməyini istərdik. Mən də hər bir insana salamlar olsun deyirəm. Allah Teala həmişə xoş rəzqlərdə, xoş günlərdə görüşdürsün. Şakirəm, bir daha təbrik edirəm. Mən elə hesab edirəm, ən kiçiyiniz mənəm. Mən o, yəni demək, o söz deməyə də cəsarət lazımdır sizin qarşınızda. Da məndən qabaq deyilənlər deyildi. Allah sizi var eləsin, Allah sizi əziyyət eləməsin. Bir daha təbrik edirəm. Üzr istəyirəm, bir dənə haşiyə çıxım, Əflatun müəllim, qadan alaram. Allah Teala ocağı var eləsin. Uşaq idim, yadıma gəlir ki, həmişə sizdə göyçə ağacının altında yanardıq. Bugünkü gene cilas ağacının, vişne ağacının altında. Yok, o göyçə ağacını hatırlatmak istedim ki, həmişə sizdə Göyçə Sultan ağacı. Bak, o ocaq həmişə var olsun. Vallahi mən həmişə görmüş, o ocağı həmişə belə görmüşəm. Var olun, var olun, sağ olun. Təşəkkür ederim. Çok sağ olun. Bizim burada Əflatun müəllim Habil qardaşımızla bir dəyərli qardaşımız, aşığımız da var. Onun da fikirlərini bilək. Mən də öz növbəmdə hər birinizi salamlayıb barıma basıram. Demək olar ki, mən İrəvan Qubriyasının Göyçə mahalının Basar Kiçədonun Pəmbə kəndiyim. Mənim babam gid Qarsın Pəmbək mahalından gəldi. O vaxt gəldilər Göyçəyə. Göyçədə Mumcuq Bostanı deyilən yer var. Orada ən birinci 1650-ci ildə yurt çalıqlar hava sərt gəldiyinə, qış sərt gəldiyinə görə köçüblər Loru Pəmbəyə. Loru Pəmbəyin havası 15 gün bizdən qabağa. 20 ildən sonra nəslin yarısı qalıb orada, yarısı geri qayıb. Yəni bunu ötəyi nəzərdə mən də sizdən heç qıraqda deyiləm. Mən də sizin birinizə, mən də özəldən də mənim sizi bağrıma basıb öpürəm sizə. Çox gəlibsə. Sən deyilən mən basacam bağrıma. Sən belə misən keçsən? Təbii rənglər qalxan, çox belə rəsmi görünmür. Qələminiz yazar olsun, ürək bulanınız axar olsun. Mən də öz növbəmdə xahiş edirəm, bir dəqiqə bunu dinləyək. Mən də hərdən coşanda ürəyimin ağrısını mən də coşanda hərdən ürək ağrısını qələmə atıram. Hər kəsin öz Azərbaycan dünyası var, mən də Azərbaycan dünyasından deyim. Yad yerdə bitmərəm bir xəsis dənəm. Qoy səndə göyərsin hər xalis dənəm. Səndən pay vermənəm, o xəsis dənəm. Sən mənim ürəyim, sən mənim canım, dolanım başına Azərbaycanım. Yaşa! Göyçəmdən ayrıldım, gözdən yaş attım. Qəlbimdə saxladım, üzdən yaşadım. Yaşımın üstünə təzə yaş attım. Azaldı boynumda hər həyacanım, dolanım başına Azərbaycan. Getsəm yad ölkəyə keçər dar ayım. Hər hətdən, hər günüm çəkər dara ayım. Qulaş saslarını özüm darayım. Ana navazişli, ana haycanım, dolanım başına Azərbaycan. Mən sənin oğlunam, sən mənim anam. Müqəddəs düzümsən, müqəddəs anam. Hey səni düşünəm, hey səni anam. Bir yad piyaləm, qızıl fincanım. Dolanın başına Azərbaycanım. Yarın hörmətini yara qoyursan. Burada sevgili yardan getmir, deyir ki, oğlu bəzi ana deyir, get səni Allah'a tapşırdır. Allah sənə yar olsun, imam sənə. Yarın hörmətini yara qoymuşsan. Dost dəli sinəni yara qoymuşsan. Düşmən sinəsinə yara qoymuşsan. Xəbislər ürəyini deşib sancanım. Donanın başına Azərbaycanım. Qurunun oduna yanmaz bilənəm. Tövbə. Quru bilsək ki, nəm bilsək qurunun oduna yanacaq, yanmaz. Qurunun oduna yanmaz bilənəm. Açaq sinəsini deyər bilənəm. Sənin dərdlərinə yanan bilənəm. Tək sənin balanam, Lətifəm canım, dolanın başına Azərbaycanım.
Ürəklə deyilən şey təbiətə yaraşar. Can sağlığı arzu edirik. Bugünkü günümüzdə Leytenant Polkovnikimiz Rasim qardaşımızdan da alaq və İlxan qardaşının mən elə axırda İlxan qardaşım deyəcək, ondan sonra Əflatun müəllim məclisin bütün fikirlərini özü deyəcək. Şakir dayımızı təbrik edirəm. Allah can sağlığı versin, uğurları bol olsun. Məndən böyüklər danışdı. Yenə deyirəm, bütün təbriklərə, bütün arzulara xoşduram. Bu gözəl ocaqda, bu gözəl evə də hər zaman xeyir işlərə girək. O belə gözəl göyçə kitabları ərsəyə getməyinə görə Şakir dayı. Bir daha təbrik edirəm, uğurlarınız bol olsun. Sağ ol. Bəli, Elxan qardaşımız yaxınlaş biraz qabağa tərəf. Bu el-obanın çox aktivistlərindən yanan belə. Bəli, Elxan bütün tədbirlərdə iştirak edən, bütün işlərə istəyir, ürəklə yanaşan, ürəyini olan bir kişidir. Can sağlığı arz edirik, elimizdən, obamızdan əskik olmayasan, həmişə gözəl işlərdə sənin uğurların qol olsun. Və istərdim ki, bugün Şakir müəllimin bu gözəl günündə sizdən də bir fikir, bir təbrik alalım. Mən də buradakı hər bir artistulu kimi böyüklərimizdən, ağsaqqallarımızın, ziyalılarımızın fikirlərinə qoşuluram. Mən də həmçinin Şakir müəllimin çəkdiyi bu 3 il ərzindəki əziyyətlərinə görə çox sağ ol deyirəm və həmçində Əflatun müəllimi də tam səmimi qəlbdən təbrik edirəm ki, yəni mən burada bir balaca kənara çıxacam. Mən axır vaxtı müəyyən sözləri biraz düzdəyəndə çoxu bir balaca yanlış anlayır. Ancaq mən həmişə demişəm ki, biz artistlara, iclasda da, yığıncaqda da, o qruplarda da ki, qardaş, kitab buraxmaq adi sıradan bir şey deyil. Kitab buraxmaq böyük elm, böyük güc və böyük ömür tələb eləyir. Yəni bu kitab elə yerdə buraxılmalıdır, burada böyük kəndin gücü lazımdır. Həm əziyyət baxımından, həm də maddi baxımından. Bu bir neçə nəfərin gücünə aid deyil. Buna görə də müəyyən o kəndimizin zəif cəhətlərinə görə söykənərək Əflatun müəllimə xüsusi təbrikimi bildirirəm ki, sağ ol Əflatun müəllim. Bir ağac kök üstündə bitər. Oxşamışsınız da. Çox sağ olun. Siz ki bu elin, bu yükün çəkmişsiniz öz sinənizə. Belə bir Xızı dağlarının boynunda Şakir müəllimin əziyyətinə dəyər verib, dəyərləndirirsinizsə, mən xüsusi olaraq sizə bir artistlik kimi öz minnətdarlığımı bildirirəm ki, yəni siz bu əziyyəti özünüz çəkdiniz öz üzərinizə və şükür Allaha bu anlara kimi də tam yerindədir. Hər birimizin də böyüklərimizin, ziyalılarımızın simalarına fikir verirəm ki, sevinç hissi hiss olunur. Buna görə də bu da mən də məni də bir artistli kimi, bir artistli övladı kimi çox xoş edir. Ona görə sizə xüsusi Əflatun müəllim minnətdarım bildirirəm. Şakir abi, sənə də yenə həmçinin əziyyətini halal elə, gözəl əziyyət çəksən, bu axırıncı yox, axarıncı olsun. Elşan müəllimə də həmçinin Elşan müəllim, sən də ki, müəyyən qədər eşidirəm ki, kitab buraxanlara bacardığını dəstək edirsən. Çünki hər şey tək insan işi deyil. Ola ki, sənin də elə bir kitabın olar ki, burada hər bir ziyalının dəstəyi ola bilər, fikri ola bilər. Hazır. Sən yazmaqdan yəni, əsas o üçün, Elşan müəllim, sən yolundan qalma, davam elə. Əflatun müəllim, bu yaxınlarda eşitmişəm ki, Usun müəllim kitabı buraxılıb. Mən bir balaca müəyyən yoldaşlarla biraz söyüq münasibət məsələdir onlara ki, yenə deyirəm, kitab adi bir şey deyil ki, evdə buraxılsın. Qardaş, Usun müəllim kitabının açılışını xahiş eləmişəm ki, Qərbi Azərbaycan cəmiyyətinin zalında xüsusi olaraq buraxılsın. Çünki Usun müəllim hər birimiz bilik ki, hər bir elin bir neçə dənə midvarisi olur. Biraz o seçkilik kimi demirəm, ha. Yəni, Usun müəllim ziyalı bir təbəqə, o bizim kəndin elə də elə bir qaymaqları var, midvarisi var, ziyalısı var. Onların da bir Usun müəllimdir. O şəxsin kitabı o şəkildə yox. Elə böyük zallarda buraxılmalıdır. Həmçində Şakir müəllim kitabı, eyni qaydada Elşan müəllim kitabı. Yəni bunlara müəyyən bəlkə də sifətdə addım atılmadı. Mən bunu bir balaca məni narahat edir. Yenə deyirəm, Əflatun müəllim, çox sağ olun ki, bu əziyyət üstünüzə çəkdiniz və bu sizin yurdunuzda bu kitabın açılışı qeyd olunur. Mən hər birimizə minnətdaram, bir artist kimi.
böyüklərin əlindən öpürəm, ziyalılarımı bağıma basıram, adi vətəndaşlarına da minnətdarımı bildirəm ki, gəlib ziyalılarımız burada xatırlayın. Bu sözünə əlavə olaraq elə video çəkirdə deyirəm. Mən şəxsən hazıram, Yusuf müəllim bizim əzizimizdir və qətlə bağlı bu 88-ci illərdə də məşəqqətlər yaşadı. Elə bərabər də bir tarixi faktı da deyim, Yusuf müəllimi bağrımıza basıb o kənddən zorla gətirdik Sadaxlıya. Onun kitabını da burada keçirmək, kitabının birini də sponsoruyam. O əvvəl idarədə işləyəndə 3000-ə yaxın kitab çıxdı, özü də demək onu tərənnüm etdi. Digər tərəfdən yeri gəlmişkən, Yusuf müəllim o yaşında doktorluq müdafiə elədi, o bir iradə sərgilədi, bir iddia qoydu, onunla nail oldu. Onun yanında da onun o alim, profesör, elimizin obamızın önündə olan onkolog doktor Abizəri də salamlayırıq. Onun da kitabı bugün demək dünyadan əks sədaları gəlir. Bu qəbirdən cəmi bütün ziyalıların hamısını sevirik, bağrımıza basaraq səsləri gəlsin. Bir də sizə bir balaca bir şey yadımdan çıxdı, onu qeyd edeyim. Bir dəfə bu Facebook vasitəsilə bir xanımın şeirinə qulaq astım, dinləyirdim. Baxdım ki, bu şeir harasa biz tərəflərə, pəmbək tərəfə gedir, çıxır. Xanımla əlaqə saxladım. Kitabı haqqında söhbət elədim, o Sarallı xanımın adı Sanubər Sarallı. Dedim, xanım, bəs sizin bu kitabınızın belə də sponsor deyirlər da, sponsoru kimdir, necə, dedi, o sizin kətçi Əflatun Məsimoğlunundur. O həqiqətən də mən qürurla hiss elədim, sevdim ki, yəni belə Allah Əflatun müəllimin başına yeni kitablar çap etdirməyə hazır olsun. Amin, amin. Mən can sağlıq arz edirəm və istərdim ki, Asif qardaşımızdan da bir fikir öyrənək. Hər birinizi salamlayıram. Gözəl yurtda. Hoş gəlmişsiniz hamınız. Təbii ki, sizlərdən sonra söz demək çox ağırdır, həqiqətən. Burada hər birinizə minnətdaram. Şakir əmi, çox sağ ol deyirəm ki, bu gözəl, dəyərli insanların arasında, bizim kəndimizin dəyərli ağsaqqalların arasında, böyüklərinin arasında bizləri də görməyi layiq bilmişsiniz. Həqiqətən deyirəm, hər birinizin qarşısında qürurdur mənim üçün. Yəni biləsiniz və biz də öz tərəfimdən çalışaram ki, həmişə sizin etimadınızı doğruldaq ki, sağ olun, var olun. Sağ olun. Bəli, əziz qardaşlar, indi son sözü yenə bizim dəyərli ziyalımız Əflatun müəllim yekunlaşdıracaqdır. Mən Şakir qardaşım bir daha can sağlıq arz edirəm. Mən istərdim bir sözü qeyd eləyəm ki... Nöqtə qoyacaq, mən istəyirəm izah edirəm. Hə, buyur. Burada kitablar var. Olan kitablardır bugünkü ocaq, Eminlər Ocağı deyək də. Əflatun müəllim. Və o kitablardan burada müəyyən şəkillər var, mövzular var. Yəni istinadlar olunub burada bu kitablar. Mən belə istifadə olunubdur. Yəni kitablar da ki, burada çoxlarının ailə kitabıdır, valilərin kitablar. Və bu kitabın dərsə gəlməsində Əflatun müəllimin Əlimizdə birinci yerdə durur o kitablar. Bir dənə də əlavə edeyim. Çoğunluqda burada bir nəfərin də adını göstərmişəm. Baxa bilərsiniz. Qaziyev Yusuf müəllim. Yəni burada bəzi mənbələrdə ondan istinad olunur. Buyura bilərsiniz. Bugünkü günə əgər hesablasaq, statistik məlumatı götürsək, Arçudun əhalisi təxminən 10.000-ə yaxınlaşır. 10.000-ə yaxınlaşır. Bu sırada hərbiçilər en qədər, xüsusilə cavanlar, o böyüklər yolunu davam etdirənlər. Hər bir hərbiçisi, o mayordan sonraki zvanyalar bir ömrə minimum 30 ilə yetişir. Elə belə deməklə ki, 3 ilə getdi filan zvanyanı qazandı. Elə deyil. Kimsə polkovnik qazanırsa, bu müasir elm səviyyəsində elmlər namizədidir, elmlər doktorudur. Bunu belə qəbul edir. Qaldı elmi səviyyədə isə Yusuf müəllim və kəndimizin elm adamları içərisində 12 elmlər doktoru olub. 12. İndi mən
keçən dəfə Əməyin çoxdur, halal elə. Şakirlə söhbət elədim, dedim ki, Azərbaycanda nə qədər kənd olar? Biri dedi 3000, biri dedi 2500, biri dedi nə bilim nə. Dedim onu qəbul eləmirəm. Belə qəbul eləyək ki, 1000 dənə kənd. Kiçikləri zadı birləşdirək 1000 kənd. Hər kənd 5 dənə elmlər doktoru versə 5000 elmlər doktoru olar. Bu gün Azərbaycanda o var mı? 5000 elmlər doktoru yox. Amma bir artçı 12 elmlər doktoru verir. Çox gözəl. Bu elə bir rəqəmdir ki, elmin elə bir zirvəsidir ki, o kəndə girəndə, kənddə ən gözə dəyən birinci nə olur? Gözəl bir villa, gözəl bir mədəniyyət sarayı, gözəl bir şey. O elm adamlarının çıxdığı o zirvə, o malikanədir, o zirvədir. Ona görə də heç bir elm adamına mənə təxminən bir həftə olar. Bir nəfər zəng elədi. O qədər acı sözlər dedi. Axırı mən onu danlayandan sonra dedi, müəllim, mən səhv elədim. Görürsən, demək, o nədən ibarətdir? Mən niyə deyirəm? Heç kimi acılamağa mənim məqsədim yox. Amma yəni, tərbiyəvi şapar. Bilmədiyini başa saldıq. Bugünkü günün tədbiri də, bizim kimi bu hadisə də yenilərinin yetişməsinə zəmin yaratmaq. Yenisinin yetişməsinə. Bugün, üzr istəyirəm, leytenant olan, baş leytenant olan, kapitan olan. İsa müəllim bilir, bir sınıf oxumuşuq, desin. Sonra oldu da o fikir ki, general olmaq istəməyən saldatdan saldat oldu. Və o bugünkü gün generalımızı, polkovnikimizi, yüksək rütbəli adamlarımıza baxıb özünü oraya aparsın. Qəlbində general olmağı arzudur. Ona görə də qoy bu el var olsun. Bu elm müvəffəqiyyətləri genişdir. İkinci bir rəqəm dedim, bir dəfə sənə də dedim, bunu mənə bir nəfər demişdi. Gözəl rəqəmlər deyirsiniz ki. Demək, 1988-ci ilə qədər, oradan bəlkə elmin aliyyəti demirəm. 1988-ci ilə qədər Qərbi Azərbaycandan 67 elmlər doktoru. Gözəl mənim, nə gözəl. 1988-ci ilə qədər Qərbi Azərbaycandan 780 nəfər elmlər namizədi var. Bu, elə belə rəqəm görür. Sağlam statistik. Ona görə də gör, Allah ulu nizamiyə rəhmət eləsin. Deyir ki, gecələr udmasan çıraq tüstüsü, yazdıqların görərdimi həyat üçün? Demək, o zəhmətə çıxanlar, o səviyyə gələnlər, o çıraq tüstüsünü udan, o zəhməti udan, o zəhmətə qatlaşan adamların hesabına mələ gəlir. Ona görə də hər bir arçutluya öz balamız, öz doğmamız, gözümüzün nuru kimi baxmalıyıq ki, o da davamını eləsin. Burada ara kəsilməsin. Gözəl, gözəl müəllim. Burada bütün ürək sözləri deyildi. Təzədən çıxış eləmək kimidir, reglamenti deyəcəm. Birinci, əlinizdəki kitabları qoyun bir qırağa, hamısı bir-birinə bənzəyir, qarşı düşməyəcək. Rahat olmayın. Şakirin möhür üstündədir, rahat olun. İkinci, yəni bizim bədii tərəfi var. Orada da ürək sözlərinizi deyirsiniz. Elə hər şey təbii alınsın, ürəyiniz alınsın deyə ayaqüstü, rəsmi, quru, soyuq, bizə onlar gərək deyil. Və mən istəyirəm ki, tədbirin bu hissəsində önəmli bir məqamı diqqətə alaq. Əlbəttə ki, Şakir müəllim o qədər fədakardır ki, hətta kənarda da bu dəqiqən çalışır. Möhür vurur, imza atır, kitablarla, onu da üstə qoymur, düşəcək orada. Və belə də zəfər əzmin mükafatıdır. Bugün 44 günü zəfərindən onun ardınca davam edən bu
Bu 44 gün, ondan sonra anti-terör əməliyyatı və sonrası demək olar ki, qalibiyyət fenomeni yaşayır millətimiz. Məğlubiyyət sindromunu sındırdı. Bugün Qərbi Azərbaycan deyə ürəyimiz dönülür. Biz Cıdır düzündə, Xan kəndində artıq gözlərimizə də inanamırıq ki, bizim Ali Baş Komandanımız xüsusi olaraq onun əməyini qeyd edirik. O, Ulu Öndərdən tərbiyə almış sərkərdə 200 ildə mümkün olmayanı torpaq itirə-itirə gedən Türk dünyasının torpaqlarını bərpa edəcək, xalqın qan yaddaşına imza atan və bərpa yönündə ilk addım atan sərkərdə kimi. Onu da bir alqışlayaq. Göz önündədir və nəhayət. Bu 80 il deyərkən az bir ömür deyil. Mən keçən il diqqət etdim. Paradda bir veteran zaten öldün şəhid, qaldın qazi. Qazilərimizə də bir əl çalaq, can sağlıqlar. Zaten içimizdə əksəriyyətimiz qazidir. Müharibəni gözü ilə görüb, oddan, alovdan keçib, bugün sağdır, güllə dəyə də bilərdi, ölə də bilərdi, amma qalıb qazidir. Onlara da təminatlı bir həyat, sağlıqlı bir ömür arzulayırıq. Və nəhayət 80 ili deyərkən, bax, onlar da yerindən təbii olaraq oynayır. Niyə? Çünki onların hamısı ilk gəzdiyin yerləri torpaq deyib basmatanı, düşün altında minlərcə kəfənsiz yatanı. Sən şəhid olursan, incitmə tanı, alsan da dünyanı vermə bu cənnət vətəni. Eşq olsun vətənimizə, eşq olsun onu bizə bərp edib, canını bu yolda qoyanlara, hərbiçilərimizə, bizim fəxarətimizə, öylərimizə, yanımızda Çin-Çinlə bu günü görən, hər şeyi sözlə demək, ifadə eləmək mümkün deyildi. İşlərində keçirciləri, hərə hissi ilə burada iştirak edən hər birinizə təşəkkür edirəm. Məclis genişdir, davam edəcək, bədii hissəsi, sonra çəkilib bir güşədə intervyu da verə bilərsiniz. Ürəyinizi tam rahat, belə gözəl də burada tərənnüm edin və gününüz xoş olsun. Əyləncə arzulayıram, bol-bol bugün 6-cı günün, həftə sonunun keyfini çıxardın. Ocaqda mənim düzdür, misioner olsam da Məsim müəllimin ocağıdır. Rəhmətli oturanda deyirdilər, yola baxma, çəpərə bax. O yola baxanda mı çağırırdı, deyirlər, ay kişi qapı mənimdir, mən bilərəm. Ruzili qonağın Allah ruzisini özündən qabaq gətirir. Doğrudan deyirlər, ruzi dünəndən gəlib çıxıb. Şakir də sağ olsun, bir aylıq yemək içmək düzəldir. Getmək olur burada. Var olun, sağ olun. Əflatun müəllim, bir dənə də bir fikir bildirim. Çatanda öz adını, soy adını, valideyninin, el dobasının yazmağı ona öyrədən müəllimdir. Müəllim ucu burada valideynin kvadratı gedir. Bu Məsim müəllim kitabı çox gözəl. Buraxmışsan bir dənədir. Mən sizdən bir övlad kimi xahiş edərdim. Bunun nüsxəsini artıq bizim yerin obanın belə ziyalıları bilirsən, bir kitabın üzərində ya ətrafında qalmasın. Ümumi Mahsudun əhatəsində mənim müəllimin kitabı. Çünki bu mənim dərsdir. Mən bunun bugünkü danışığı, qəbiliyyəti bunun kimi müəllimdən, Yusuf müəllim kimi müəllimdən və qeyri-müəllimlərdən almışam. Nədən onun kitabı ətrafında olmalıdır. Ancaq ümumi Mahsudlarda olmamalıdır. Bax, Yusuf müəllim kitabında da mən biraz narazıyam. Mən Artutluyamsa da mənim ziyalımın, müəllim kitabı mənim evimdə olmalıdır. Bu mənim üçün fəxrdir. Mən bir əlavə edim. Arayış kimi ki, eşən rahat olsun. Bu kitabdan 500 dənə buraxılıb. Demək olar ki, 5 cilit Axundov kitabxanasında da 5 cilidini göndərdik universitetin, Bakı Dövlət Universitetinin kitabxanasında da, elektron kitabxanada var. Demək, 3 cilidini də prezident yanında ali idarə etmək üstuna gəlir. Niyə? Çünki onlar niyə götürdülər? Çünki arkada atamın Yerevan Təkmilləşdirmə İnstitutu ilə bağlı qəzetlərdə çıxan məqalələri var. Onlar da istinad kimi, referans kimi qəbul edilər. O ki, qaldı Arçudun demək olar ki, bir 100-dən çoxunda var. 500 cilt Arçud 10.000-dir. 10.000-dən olması üçün də sənin dediyinə nəticə çıxardır. Çox sağ olun. Bir də belə gəlməli. Bütün kənd, bütün yerdə aktiv ola bilməz. Hər kəndin xüsusi aktiv insanları var ki, bax onlar bura bacarıb gəlirlər. Aktiv insanlarda olmağı elə yetərlidir.
Xahiş edirəm o kitabı çat. O bir tərəfdən də İlham müəllim, indi mən bir söz deyim. Buyur şah. Əflatun müəllim bizim cəmiyyətin, Arçut kəndinin sədr, ağsaqqal sədr kimi bizim qardaşımızdır. Belə bir deyim də var, aqillərimizdən, müdriklərdən gəlir. Saç ağa olmaqla deyil, ağsaqqallıq, ağılla, onun müdrikliklə. Mən Ulu Tanrıdan arzu eləyərdim ki, 100 il ömür yaşayasan və bu missiyanı da çiynində, bu yükü daşıyasan və insanların da dediklərini, İlham dedikləri, fikirləri hamısını yerinə yetirə biləsən. Var ola və indi son sözü yenə sən. Yox, indi belədir, gələcəyi mövzumuz belədir ki, məclisimiz İbrahim Dağlaroğlu davam edəcək, aşıqlarımız gözəlləşdirəcək və hər biriniz ürək sözünüzü də deyəcəksiniz. Buyurun. Yəni məclis artıq bədii hissəyə fikrin varsa. Sən möhkəmsən. Yəni istədiyiniz an məclis davam edir. Yəni fikrim odur ki, Şimdi bilmiyoruz getireden Çayman ağlar getir. Yine döndük günü ilk geldi vurdu şeyler. Hemen anlı damlı bir zararlı bir şey. O da onlara da Muzika onu yazın bir Hadi beni iyi. Kanım ait. çok çetin su. Onu bilirəm. Sen hazır ol, biz resmiye başlayırıq. Çok biz ben biraz Allah rahmet eylesin. Kirvemle beni yaradı. Ortalığı çekenden sonra beni yaradı. Helal yaradı. Teşekkür. Baxsam da o xoş bir duyğular. Bağayar. Ay. Sen hatırına bir bakım ala. Görün anla. Bu işe hayatdır. Öz Arçut'tan gelmiş. Arçut Bakı'da da var. Burada da Osman yanı var. Ablatın. Değişik. Oradaki siz değil. Sen
Hiç de gel düşünme sevdiğim o günlerden ayrı düşmüş hayal. Senin güzel bakışların, Bəli. Sizə də basın örnek götürsünlər. Bəli. Bəli, yox. Elə başdan kimi deyən qara kağız. Hiç bunun da sağ olun. Baştalyonlar var. Bir söz değilsem kaçırsam. Kirli dəyəci qulaq. Bu bahir oradan tənqidi şeyler olur. Yok böyle yazılmak. Olacak. Yapacağım. Sabah gəlməli. Gələni yadından çıxarır. İndi yada düşününce Zamanlı kitap yazan. Hayatta yatağa. O kimdir? Ləqəbini dən kim sual kəsin? Bilinir də o. Amma bəzi ləqəb sərf eləmirəm. Kimin sərf ayaq xəttindən. İndi onlar bir dəfə biri dedi ki, Ничего, постоянного, рошного нет. Пусть смеется лишь тот, уходящий. Finish değil mi kızım? Kızım uşaq alacağı evdən sizdə dəstəyi olur. Dört fili var. Yerdeydiler. Daha ben çıkardan sonra da onu biraz bırakmak istedim. O daşlı millet yıkanıydı da Fiska fakültesi rahmet edeyim. Mehmet Ali. Amel'le çok yakındılar onlar. Amel'le onları memnun söylemiş. O motor cemiyet olanda bir yerde olmuş. Onları tanıştırdım. Onun sayesinde de onlar gittiler. Biri prorektörüydü, bir de dekan.
Aksakalı seçmişim. Ona göre de her zaman, her yerde biz ona dayak olmalıyız. Tekelden ses çıkmaz. Çok doğru. Çünkü Çok el bir olan yerde onun karşısına hiç şey dayanabilir. Eflatun müəllim də bacarından daha artıq vardır. Çünkü o ziyalı bir ailede büyüdü. Görüp götürür, yazıp yaradır. Biz de buna destek olmalıyız ki gelecekte kimse orada neyse götürse artık o ne kadar savab kazanır. Yine bu ocağa hemşe böyle güzel tedbirlere gelir. Ben ilk defa geldim. Məsin müəllimi də həmişə öz müəllimim kimi gözəl yada sağlam. Onun ruhu da indi nə qədər şad olub ki, biz onun ocağına toplaşmışıq. Elmi belə bir tədbir keçir. Ona görə də uğurlar, qoy həmişə ürəyin kimi qapın da açıq olsun. Qoy necə elmdir, neynim demə. Ona görə də sağ ol bala, nə lazımdır, imkanımız daxilində dəstək olacaq. Və açıq elindən də bir tövsiyəm var. O elin bir vətəndaşı, ziyalısı olduğu kimi bütün dedikoduları kənara qoymaq, bir olmalıyıq. Burada heç kim nə vəzifə bölgüsü var, nə mal bölgüsü. Biz o elin, obanın vətəndaşıyıqsa, onun yetişdirilməsi isə aramızda şəxsi münasibət kənarda qalıb elmi üçün olmalıyıq. Bu işə də sizə uğurlar. Çok sağ olun. Arçut kəndinin ziyalıları Arçut kəndinin sərvətidir. Biz onu qorumalıyıq. Tam doğru. Var olasınız. Dahi Nizami nədir? O xalq elmə bağlı. Elmli xalq etmən yenilməz. Elimiz var, elimiz var, elimiz var. Ona göre de biz doğru bayaq dedik, Qəzit müəllim sahibi, biz o bölgədə biraz tarixə gittik. Təhsilə gec yönəldik. Ancaq nailiyyətlərimiz hamısından qabağa çıxdı. Tam doğru. Doğru. Burada mən Doktor Mehmedi də böyük məmnuniyyətlə yada sağlar. Allah'tan rəhmət diləyirəm. Əmin Məhəmməd. Çünki bizi ilk defa Bakıya getiren o oldu. Ve bizim gelişimizle ve kendimizden elime kapı açıldı. Çünkü ben hemşe onu unutmuyorum. Elə ziyalılarımız da var ki, bu dəqiqə onlar da istəyir ki, Əflatun müəllimin, Şakir müəllimin yanında ola, amma özləri müəyyən səbəbdən gələ bilmirlər. Mən onların hamısına can sağlığı arzulayıram. Sağ ol, şahit. Qüvvət elmdədir, başqa cür heç kəs üstünlük eləyə bilməz. Sağ olun. Əyləşək. Biraz istirahət İlyas müəllim. Var olasın. Sonra biraz istirahət edelim. Məclis görün ki, nə qədər sağ olun, var olun ki, saat 7-dən siz fədakarlıq edirsiniz, belə bir məclisə, bəlkə də hər birinizin bir proqramınız vardı. Bu ocağa təşrif buyurdunuz. Şakir müəllimin bu ərsəyə çatan əsərinin yanında iştirak etmək özünüzə borc bildir. Burada bizim video çəkən qardaşımız, onun əməyi, onun zəhməti danılmazdır. Özdəki görürəm. Tarixə yazır da bunu. Çox peşəkar yanaşır. Və onun inanıram ki, o lentləri, video çarxları, süjetləri səsi daha uzaqdan gələcək. Həmişə xeyir, gözəl məqamları qeyd edəsən, tərənnüm edəsən. Sevinci paylaşanda çoxalır, qəminiz kəlir, qəmi də paylaşanda azalır. Qəminiz hər zaman sizə uzaq, sevinciniz bol. Ünvanlan. Yaşa Azərbaycan, yaşa. Elxan, sən qaldın. Hala. Süper, süper. Qaldırın hər kəs. Elxan, gəl qaldın. Hayır onu ders oynamak lazım. Oyna, oyna. Ben oynayacağım belki. Ben de alıp istiyorum. Bak, bak, çek. İbrahim, oyna. Güzel kardeş. İbrahim, oyna. İbrahim, bak hele oyna. Şarkı söyle. Ben gelirim. Onu kəs ortaya qoy da onu. Buraya gel. Bir gətirin də bunu. Gel bari, gel bari.
Yaşa Azərbaycan. Gəlin, gəlin, bəri gəlin. Əflatun müəllim. Gedək. Azazlar Oribanın Azərbaycan vətən övladlarını keşiyinə görə hər an vətən övladlarını vətən uğrunda verən can vətən övladlarını qızıl hərflə yazır yaddaşa Azərbaycan yaşa Azərbaycan Bay 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 Bir şuar var yaşa Azərbaycan yaşa Azərbaycan səni dünya tanıdı birbaşa Azərbaycan yaşa Azərbaycan bizdə bir şuar var yaşa Azərbaycan yaşa Azərbaycan səni dünya tanıdı birbaşa Azərbaycan yaşa Azərbaycan Eşq olsun Azərbaycanımıza